Dostlar salam. Sizə danışım ən aktual problemlərdən birindən. Bu günləri çoxlu müraciətlər olur qəbzliyə görə. Ümumiyyətlə qəbzlik nədir? Baxın, əgər həftədə 3 dəfədən az defikasiya olursa, defikasiya yəni böyük bayıra çıxmaq. Həftədə 3 dəfədən az olursa və yaxud da böyük bayıra çıxanda defikasiya zamanı gücənmə, bərk nəcis, ağrı, bax bu halların hamısı qəbzlikdir. Qəbzliyin səbəbi çoxdur. Mən həmişə deyirəm ki, hər şeyin səbəbi var. İlkin olaraq həkimə gedirsiniz, deyir dərman yazdı, çıxdım getdim. Soruşuram, bəs səbəbini soruşmadınız? Deyir, yox, nə bilim. Hər şeyin səbəbi var. Həkimə də müraciət istəyir, mənə istəyir, digər həkimə müraciət edəndə qəbzliyinizin səbəbini soruşun. Ümumiyyətlə sizə deyim ki, bağırsaq nəyi xoşlayır? Bağırsaq 3 şeyi xoşlayır. 1. Su. Normal insan, heç xəstə yox, adi insan günə 2 litr, 2 litr yarım su qəbul eləməlidir. 2. Liflər. Rus dilində kletçatka deyirlər, Azərbaycan dilində liflər. Bu liflər tərəvəzlərin tərkibindədir. Yəni tərəvəzləri kifayət qədər yesəniz, təbii ki, nəcis yumşaq olacaq. Liflər nəcisi yumşaldır və defikasiya aktı rahat olur. 3. Hərəkət, aktivlik. Bəzi pasiyentlərə mən deyirəm ki, bu 3 dənə şey eləyin, yəni su qəbul eləyin, tərəvəzlər yeyin, idman eləyin. İdmana getməyə vaxtınız yoxdursa, yarım saat, 1 saat gecə yatın və yaxud da yarım saat, 1 saat tez durun. Adi hər axşam və yaxud da hər gün səhər pres eləyin. Pres qarnın ön divarın, əzələlərin bərkidir və bağırsağın işləməsini də yaxşılaşdırır. Bu belə. Deməli, qəbzlik zamanı bağırsağın peristaltika deyilən bir şey var da, yəni hərəkəti. Qəbzlik zamanı bağırsaq çalışır ki, o bərk nəcisi qabağa ötürsün. Ötürsün ki, xaric olsun. Amma nəcis kütləsi bərkdir axı. İtələyə bilmir və nəticədə bağırsaq özü başlayır uzanmağa. Söhbət gedir yoğun bağırsaqdan. Yoğun bağırsaq uzanır. Və yoğun bağırsaq uzandıqca qəbzlik biraz da artır. Çünki nəcis kütləsi yoğun bağırsaqdan keçəndə ondan su soğurulur. Biri var ki, misal üçün, nəcis kütləsi yarım metrə yol gedir suyu verə-verə. Biri də var ki, artıq 1 metrə yol gedir suyu verə-verə. Biri var ki, bu 12 saat bu su verə-verə gedir. Biri də var ki, misal üçün 24 saat suyu xaric edə-edə gedir. Deməli, qəbzlik artdıqca bağırsaq biraz da uzanır. Bağırsaq uzandıqca qəbzlik biraz da artır. Yəni, səbəblərindən biri bağırsaq uzanması da ola bilər. Və getdikcə də o bağırsaq uzanması dərinləşir. Kövrəmə ola bilər, Allah uzaq eləsin, onkoloji proseslər, şiş olur bağırsaqda, hansı ki, o da verir qəbzlik. Anal çat zamanı anal sfinkter daralır və o da defikasiya aktını çətinləşdirir. Bu da gətirib çıxardır qəbzliyə. Ona görə həmişə səbəbini tapmaq lazımdır. Bəzi insanlar deyir ki, evdə filan çayı içdim, yaxud da filan dərmanı içən kimi bağırsağın boşalır. Baxın, qarın açan dərmanlar 2 qrupa aiddir. Adlarını çəkməyəcəm, çünki reklam və antireklam olmasın. Bu dərmanlar 2 qrupa ayrılır. Birincisi, qıcıqlandırıcı qarın açan dərmanlar, hansı ki, o çayı içirsiniz, bəzi çaylar var və yaxud da damcılar var. İçdiniz, qarnınız açıldı, bağırsaq açıldı, defikasiya oldu. Bu bağırsağı qıcıqlandırır və siz böyük bayıra çıxırsınız, defikasiya aktı olur. O dərmanı saxlayan kimi bağırsaq biraz da tənbəlləşir. Yəni, bu günləri misal üçün çıxırdınızsa böyük bayıra 3 gündən bir, müəyyən müddət o dərmanları içəndə, sonra çıxasınız həftədə bir dəfə, 10 gündən bir. Bu da əlavə problemlər yaradacaq. İkinci qrup qarın açan dərmanlar da, bunlar osmotik qarın açan dərmanlar. Rusca osmotiçki slabительные deyirlər. Osmotik qarın açan dərman. Onlar nəcisin tərkibində suyu saxlayır və nəcis kütləsi yumuşaq olur və beləsinə böyük bayıra çıxa bilir pasiyentlər. Əgər bunların hamısını eləyirsinizsə, kömək eləmirsə, təbii ki, evdə oturmaq, ümumiyyətlə evdə otur. Qəbzliyiniz varsa, mütləq həkimə gəlin. Evdə oturmayın, gəlin, araşdıraq, səbəbini tapaq. Yalnız səbəbini tapandan sonra düzgün müalicədən və yaxud da əməliyyatdan söhbət eləmək olar. Səbəbini bilməyəndən sonra bu qəbzliyi necə müalicə eləyək? O evdə öz başına istifadə elədiyiniz dərmanlar, təbii vasitələr və yaxud da qeyri-təbii vasitələr, bunlar hamısı müvəqqəti bir vasitələrdir.
Çünki səbəbi tapılmır. Dəfələrlə olur, pasientlər gəlir, tövrəmə çıxır, şiş çıxır və yaxud da bağırsaq elə uzanır ki, əlavə ilgək yaranır. O əlavə ilgək də bir gün burulur, verir bağırsaq keçməzliyi. Ən yaxşı halda xəstə təcili əməliyyata düşür və bağırsaq çıxarılır çölə, yəni stoma qoyulur. Bu hələ ən yaxşı halda. Bir də görürsünüz ki, yoğun bağırsaq artıq elə vəziyyətə düşüb ki, bütün yoğun bağırsağı çıxardıb kəsəsi oluruq. Onda pasiyent olur invalid. Bir gündə 20 dəfə, 25 dəfə böyük bayıra çıxır. Heç evdən bayıra çıxıb marketə gedə bilmir ki, təzədən qarnı tutur. Bu hələ ən yaxşı hallarıdır. Amma sizə deyim ki, qəbzlik adamı öldürə də bilər. Ona görə vaxtında müraciət eləyin həkimə, mən olmayım, digər həkimlər. Qərar sizindir. Təbii ki, yenə deyirəm, qərar sizindir. Mən yalnız məsləhət verirəm. Videonu bəyəndinizsə, bəyənmə işarəsini sıxın, kanalıma abunə olun, çox sağ olun, minnətdaram.